Salam dostlar. Bu video bloka hazırlaşanlara dəstək məqsədilə çəkilir. Həmçinin MİQA sertifikasiya hazırlaşanlar, Python testlərini yazmaqda çətinlik çəkən hər kəs videodan faydalı nəsə əldə edəcək. Başlayaq. İlk sual 6-dan başlayaq. 6-cı sualda if quruluşlu bir testdir. Burada baxırıq ilkin olaraq. Diqqət etməli məsələlər var. X'in qiyməti 5-dir, Y-in qiyməti 8, Z-in də ilkin qiyməti 9-dur. Sonra X-i Y-in qiymətini mənimsədilər. Yəni X-in qiyməti olur 8. Bu zaman diqqət etməli bir şey var ki, X ilkin qiyməti 10-dur. Yəni X artıq 5 qiymətinə işləməyəcək. Sonra Y bərabər X-ə, X-in də qiyməti nədir? 8. Deməli Y-in də qiyməti olacaq 8. İlkin qiymətləri həmişə silin ki, səhv salmayasınız. Soruşur şərt operatorunda. X y-ə bərabərdir. Yəni 8 x-ə bərabərdir. Hə. Hə dediyimiz üçün biz bura daxil ola bilirik. Bax, boşluqları, bu hissənin hamısı hə dediyimiz zaman ancaq görə bilirik. Və burada ilk qarşımıza çıxır print x. X-i çapdan çıxardır. Sonra yenidən şərtlə qarşılaşırıq. Deyir x y-dən böyükdür. Bu şərtə hə demirik. Hə demədiyimiz üçün buranı görə bilmirik. Və bunun else qolu var deyə else qoluna düşürük və burada da print z-ni çapdan çıxardır. Yəni cavab olacaq x, sonra da z-nin çapdan çıxması A variantı. Növbəti sual. Klaviaturada 30 daxil edilir və bu 30'u input kimi daxil edir. Yəni bu artıq sətr tipində olacaq. Sonra B bərabərdir 2-yə və C bərabərdir. B vurulsun 2. C'nin qiymətini tapırıq. B'nin qiyməti yerinə qoyuram 2, vurulsun, dırnaqda 30, yəni sətr tipində 30. Bu deməkdir ki, sətr tipini ədəd qədər təkrarlayır. Yəni 30'u 2 dəfə təkrarlayacaq və məlumat sətr tipində olacaq. Sonra printdə deyir A ilə C-ni topla. A-nın qiyməti sətr tipi 30, üstə gəl C-nin qiyməti 2 dənə 30 sətr tipində. Sətirləri topladığımız zaman onları yanaşı yazırıq və printə görə də dırnaqlar itir. Sadəcə 30-30-30 çapdan çıxır. Yəni cavab C variantı. Növbəti sual 30-cu sual. Burada bizdən istəyir. Baxın, birinci mörtəzəni işləyirik. 3'ün üstü 2, yəni 3'ü kvadrata yüksəldirik. Bu mörtəzənin nəticəsi eləyir 9. Bunun yerinə 9'u yazıram. Sonra belə bir şey olur. 2 üstü 9. 2 üstü 9 da 512 eləyir. Cavab Y variantı. Növbəti sual sətr tipinə aiddir. Sətirlərdəndir sual. A dəyişəninə bir sətr ifadə daxil edilir. B dəyişənin sətr tipində bir ifadə daxil olub. İlkin gördüyümüz printdə A nöqtə upper yazılıb. Upper bildiyimiz kimi bütün sətr simvolları böyüyə çevirəcək. Yəni Python sözü artıq böyük yazılacaq. Yəni kiçik B variantı getdi, A variantı kiçikdir getdi, Y variantında biri kiçik qalanı böyükdür, C və D variantı qaldı. İkinci printdə A-nın üstünə, yəni bu kiçik A-nın üstünə, yəni Python kiçik yazılmış, üstünə gələcək boşluğu və ara verəcək, üstünə gələcək B-ni. Yəni belə bir şey olacaq da Python boşluq language. Sonra nöqtə, yəni bu alınmış nəticəni çevirir capitalize. Capitalize ilk hərfin böyük yazılmasıdır. Yəni birinci P böyük yazılacaq, qalan hamısı neyəcək? Kiçik yazılacaq və ona uyğun da D variantı gedir. Həm də D variantı bitişikdir. Qalır təkcə C variantı. 37-ci sual. 37-ci sual ya qəbula düşüb ya da dimli sınavına düşüb, dəqiq yadımda deyil. Bu sualda bizdən nə istəyir? Yenə if-dir və else qolu var. Əgər if-ə hərdirsə, else-ni görməyəcək, eksi halda else-ni görməliyik. Deyir ki, M, yəni 56 2-yə qalıqsız bölünür. Hə, bura hə dedik, artıq ortada da oru görür. Orada biz bir tərəfə hə dediksə, kifayətdir. İkinci tərəfə baxmaya ehtiyac yoxdur. Heç baxmırıq. Bura hə dedik deyə, else qolunda görməyəcək, bunu qaralayaq. 56-nın içində 2 neçə dəfə yerləşir? 28 dəfə. 28-i yazdıq. A variantı getdi, Y variantı və C variantı da getdi. Sonra düşürük aşağıya bu printə. Bu print həm if-lə, həm else-ni eyni paraleldə yerləşir. Yəni if-ə, else-yə nə dedik, hansını həll elədik, fərqi yoxdur. Mən aşağıdakı printi işləməliyəm. Yenə burada cavab neçə eləyəcək? 28 və burada da cavab neçə eləyəcək? Tam yerləşir 13.
daha doğrusu qalığını soruşur da 0. Bizdən qalığını soruşur, yəni olacaq cavab 0. Nəticə, birinci 28 çıxacaq birinci printin içindən, ikinci printdə də olacaq 28 və yanında da 0, yəni cavab eləyəcək 37-də B variantı. Növbəti sual yenə iflərlə bağlıdır. Burada bizdən A-ya və B-yə int tipində, yəni ədəd tipində qiymətləri daxil edirik 2 və 3-ü. C-nin qiyməti olacaq hər ikisinin qüvvətə yüksəldilmiş şəkildə, yəni kvadratlarının cəmi 4-9 bərabərdir 13-ə. Bu qüvvətə yüksəltmə deməli 2-dən oldu. Son şərtdə soruşacaq məndən 13 5-ə bərabərdir. Buna hə demirəm. Hə demədiyim üçün mən level 1-i görə bilmərəm. Düşürəm bunun else qoluna. Else qolunda bir dəfə də şərtlə qarşılaşırıq. Bu dəfə soruşur 13 10-a bərabərdir. Buna hə demədiyim üçün yox deyirəm. Ona görə yenə düşürəm else qoluna. Else qolunda növbəti şərtdə 13 bərabərdir 12-yə. Buna da yox deyirik. Yox dediyimizə görə else qoluna düşürük. Else qolunda sonuncu bir şərt daha var. Deyir 13 bərabərdir 13-yə. Burada artıq hə deyirəm. Hə dediyim üçün level 4 sözü çapdan çıxır və biz buradakı else-yə baxa bilmərik. Cavab da olur C variantı. Növbəti sualda 45-ci sualda 2 dənə siyahı veriblər. A və B siyahısı baxaq və S başlanğıc 0 verilib. For E in A, yəni E-nin qiymətlərini hardan götürəcək? A siyahısından götürəcək. Yəni E ilkin qiymət 3, 6, 7. Yəni bu siyahıdakı bütün qiymətlər sırayla alacaq. Sonra düşürük aşağı. Ta ki bu siyahıda qiymətlər bitənə qədər dövr davam edəcək. Sonra aşağı düşdüyümüz zaman bir şərt operatoru var və burada bizə deyir B.count. B.count, yəni count nədir? Sayır. I-nin yerinə çaşırsa, burada yazın I bərabər 3. İlk qiyməti 3 götürür. Gətirin burada I-nin yerinə 3-ü qoyun. Böyükdür 0. Sonra baxın. Deyir get B siyahısına bax. B siyahısında 3-ün sayı 0-dan böyükdürsə, onda neyinə? S-lə i-ni topla. Gedirəm, bax, burada baxıram ki, 3 var. 3 varsa, yəni sayı 1-dir. 1 böyükdür 0-dan, hə. Hə dediyimiz üçün S bərabər oldu 0, üstəgəl i. I-nin də özünə 3 bərabər oldu 3-ə. Bu getdi. Yəni, burada nə başa düşdü? A siyahısındakı hər bir elementə baxacaq ki, onun sayı, yəni varsa ümumiyyətlə B-də sayı ən az 1-dirsə, necə? Onda S-dən i-ni toplayacaq. 6-yı götürürük. 6-yı baxıram ki, B siyahısında yoxdur. 7-ni götürüb baxıram 7-dən B siyahısında var. Onda necə? I-ni, yəni 7-ni toplayacaq, eləyəcək 10. Sonra 1. 1 baxıram ki, B siyahısında yoxdur. 9-a baxıram, 9 B siyahısında yoxdur. 0 B siyahısında yoxdur. 6 B siyahısında yoxdur və 4. 4-ü baxıram ki, B siyahısından var. Üstünə gəldik 4-ü, nəticə elədi 14, cavab C variantı. Növbəti sual if, elif, else vuruluşudur. X-in qiyməti 16-nı daxil edir. X isə bu nə deməkdir? Yəni faiz 10, sonra qalığını tapır. 16-nın 10-a qalığı 6-dır. Sondakı rəqəmi götürürük 1-0 olduğuna görə. Və burada bizə deyir ki, x/10, yəni 16-nın içində 10 neçə dəfə yerləşir? 1 dəfə yerləşir. Sonra yoxlayırıq. 6 böyükdür 1-dən. Hə dedim. Baxın. If, elif, else quruluşunda biz nə zaman ki if-ə hə dedik, elifə, else-yə baxa bilmirik. Əgər mən if-ə yox desəm, onda elifə baxıram. Elifə yox desəm, onda else-yə baxacam. Yəni burada hə dediyimiz yerdə dayanırsınız. Yox dedinizsə davam edib gedirsiniz, növbəti şərtləri yoxlayırsınız. 6 1-dən böyükdür. Hə dedik, z bərabər olacaq 6 vurulsun 10 üstə gəl 1 elədi 61 və biz dedik digərlərinə baxmırıq. Bu isə sərbəstdir. Nə if-dən, nə elifdən, nə else-dən asılı deyil. Ona görə x-in qiyməti bərabər olacaq. X-in ilkin qiyməti 16-dır. Üstünə gələcək z-in qiyməti 61-i. Cavab eləyəcək 77. Yəni C variantı. Növbəti yenə bir dənə if, elif, elifə baxaq, bu quruluşa baxaq. A-nın ilkin qiyməti daxil edir 50-ni və soruşur. 50 böyükdür ondan, bura hə dedi. Ənd olduğuna görə biz hər iki tərəfi yoxlamalıyıq. 50 50-dən kiçikdir, yox. Bu şərti yox dedik. Şərti yox dediyimiz üçün printin içini görə bilmirik, düşürük elifə.
Elifə düşdüyümüz zaman baxıram. 50-60-dan kiçikdir, hə. Ənddir, yenə ikinci tərəfi yoxlamalıyım. 50-50-dən böyükdür, yox. Ona görə burada da elifə hə demədiyimiz üçün düşürük növbəti elifin şərtini yoxlamalıyıq. Və burada deyir 50-60-dan böyükdür, yox. Amma burada or var. Yəni bu tərəf doğru olsa şərt. Biz davam eləyək, buna hə deyəcəyik. 50-ni 10-a böləndə qalır 0-a, 50 10-a tam bölünür. Buna hə dedim. Hə dediyimizə görə mən artıq LC-yə baxmayacağam. 50-nin üstünə 2 gələcəm. Eləyəcək 52 və cavab da olacaq 52. Növbəti sual def sualıdır və bu def sualı yenə səhv eləmirəmsə qəbula gəlməlidir bu sual. Sondan baxaq, print M istəyir bizdən çıxışa. M də neyinir? Bir vahid artı neysə sayını tapacaq. Və baxaq burada, bu M-in ödənməsi üçün biz bu while şərtini görməliyik. Yəni buna hə deməliyəm ki, M-i hesablaya bilim. While-da A, yəni 55 böyükdür 0-dan. Buna hə deyirəm. Hə dediyim zaman dövrün gövdəsinə düşürəm. A-nın yeni qiyməti hesablanır. 55-dən çıxıram F-in yerinə A-nın yerinə 55 yazıram. Yəni F55-i. Axı mən F55-in nə olduğunu bilmirəm. Neyinirik? Gedirik, burada eyni adlı, bunu çağırmalıdır. Artıq bunu çağırdı. Yəni X-in yerinə 55 qoydum və başlayıram hesablamağa. X bərabər olur dırnaqda 55-ə, yəni sətirə. S bərabər olur 0-a. For I in X. Qiymətlərini hardan götürəcək? X-dən götürəcək. Sətir deyə hər birini tək-tək götürə biləcək. Yəni i-nin birinci qiyməti sətirdə 5 olacaq, ikinci qiyməti də sətirdə 5 olacaq. S bərabər olacaq 0-ın üstünə gələcək int, yəni sətri çevirəcək ədəd tipinə olacaq adi 5, yəni 5-in üstünə 0-ın üstünə 5 gələcək, alacaq 5-i. Bu birinci dövrdür. İkinci dövrdə yenə 5-i götürəcək. S-in qiymətini, yəni 5-in üstünə gələcək int, yəni artıq ədədə çevrilmiş 5-i. Bu da nəticə bizə verəcək 10-u. Dövr bitdi. Artıq mən forun altındakı rütünə baxa bilərəm. S-i qaytaracaq 10. O S-i nəyə qaytaracaq? Mən bütün hesaplamayı nə ilə başlatdım? F55-dən. Yəni bura 55-ə qaytardı 10-u. Gətirib yerinə qoyuram aşağıda. 55-dən çıxıram 10-u, eləyir 45. Və M də bərabər olur 1-ə. Mən dövrdən elə çıxmamışam axı. A-nın qiymətini 45 aldım. 45 0-dan böyükdür, hə. Bu misalı birinci gedişdə tutanlar ikinci, üçüncünü hesablamayacaq. Amma kim ki misalı tutmadı, ikinci gedişə gedin. Çünki deflər belə uzun hesablama vaxt etkisidir. Burada zaten bizə dedi də neyini. İndi mən təzədən A-nın qiymətini hesablamalıyam. A-nın qiyməti nə idi? Məndə 45. 45 böyükdür 0-dan. Şərtə hə dedim. A-nın qiyməti bərabər 45-dən çıxıram F45-i. Yenidən mən F45-i hesablamalıyam. F45-i hesablayıram. X bərabər olur dırnaqda 45-ə, yəni sətir tipinə. Yenidən i öz qiymətlərindən bir dəfə 4, bir dəfə 5-i götürəcək və onları cəmləyəcək. Deməli, defin bu hissəsini neyiniyir? Defdə burada biz forda neyinirik? Ədədi rəqəmlərin cəmliyir. S bərabər olacaq 9-a. Ötən 9-u qaytaracaq, yəni nəyə? 45-ə. Yəni 45-dən biz çıxacaq 9-a. 45-dən 9 çıxanda eləyəcək 36 və M artacaq 1 vaid olacaq 2. Yenə 36 0-dan böyükdür, yenə davam eləməli. Bu dəfə F36-nı taparıq. A da bərabər olacaq 36-dan çıxacaq. 3 ilə 6-nı cəmləyəcək yenidən. Çünki bu iş dediyiniz ədədin rəqəmlərinin cəmliyir. Eləyəcək 9. Yəni 36-dan 9 çıxacaq. Bərabər olacaq 27-yə. 27-yə və bu hissədə bir dəfə də M artacaq olacaq 3. 27 0-dan böyükdür. 27 böyükdür 0-dan. Hə dediyimiz üçün F27-ni yenidən hesablayırıq. F27-də A-nın qiyməti bərabər olacaq 27 çıxılsın yenə. Rəqəmlərə cəm 9 eləyir. 9-a. Yəni 27-dən 9 çıxanda 18-i alırıq. 18-i aldıq və düşür aşağıya M1 qiyməti artır olur 4. Növbəti, mən hara yazdım? Ya ki rəqəmi karandaşın rəngini dəyişim. Aha, F indi 18-i hesablanmalı. F18-i hesablayıram. A bərabər olacaq 18-dən çıxacaq 1 ilə 8-in cəmili 9, yəni bərabər olacaq 9-a. Yenə artacaq olacaq nə? 5, M1 vaid artacaq. Sonra A-nın qiyməti 9-dur. 9 böyükdür 0-dan, hələ də hə dediyim üçün A bərabər olur. 9-dan çıxıram F9-u.
F9 da nədir? 9'u təkcə özü də 9 eləyəcək. 9'dan 9 çıxacaq, eləyəcək nə? 0. 0 böyükdür 0'dan. Mən hardasa deyəsən hesablayanda qiymət itirmişəm. Ya burada M-i yazmadım. Bir dəqiqə baxın. Hə, yox, düzdür. İtirməmişik. Hələ burada 0 qiymətini aldı. M bərabər olub artıq olacaq. Yəni buradan aldı 0. M olacaq 5 idi, oldu 6. İndi təzədən A-nın qiyməti nədir? 0. 0 böyükdür 0'dan. Yox deyirəm. Yox dediyimə görə artıq bura düşə bilmirəm. Və M-in qiyməti nə çıxır? 6 çapdan çıxır. Çalışın bu defi özünüz təzədən bir dəfə işləyin ki, sizə tam aydın olsun. Misalı defi çətinlik çəkənə bu misalı bir daha özü sərbəst işləsin izaha baxandan sonra və növbəti deflərdən işləməyə başlasın. Növbəti sualdan davam edək. Yenə if, else, if, else. 2 dənə if var və 2 dənə else var. Yəni hər bir ifin else'si öz altında olur. Hər biri ayrı olduğuna görə mən bu şərti də yoxlamalıyım ayrıca və digər şərti də ayrı şəkildə yoxlamalıyım. Yoxlayaq. Deməli, burada bizdən nə istəyir? 2 faiz 7. Yəni 2'ni 7'ye bölünə qalıq deyir, 0'dan fərqlidir. Qalıq 2 eləyəcək. 2 də 0'dan fərqlidir. Ona görə hə deyəcəm. Hə dedim deyə bunun else-sini görə bilmirəm və printini necə A çapdan çıxacaq. Sonra düşürük aşağıya. 2 ilə 7'ni toplayır eləyir 9. 9 5'ə bərabərdir? Yox. Yox cavabı verdiyimə görə else qoluna düşürəm. Onda da nəyə görəm? Print D-ni. Yəni cavab A və D çapdan çıxacaq. Cavab da D variantı. Növbəti sual 73-cü sual. Çünki bu sual tipində də səhv salırlar. İlkin qiyməti unudurlar. Dəyişəndən sonra yenə ilkin qiymətinə qayıdıb işləyirlər. Baxaq. A 15'dir, B C-nin ilkin qiymətlərini verir. Bir A bərabər C-yə. Yəni A artıq C-nin qiymətini mənimsədi. Yəni 16 alır. A ilkin qiyməti unutdu. C də bərabərdir B-yə, yəni 12'yə. C də 16 qiymətini unutdu. Sonra B bərabər C vur 2. C nə idi? 12. 12'ni 2'yə vuranda elədi 24. B də 12 qiymətini unutur. Yəni A, C, B artıq bu qiymətlər davam edəcək. A bərabərdir B. B nədir bizdə? 24. 24'ün içində 2'nin içi dəfə yerləşir 12 dəfə. Yəni A 16 qiyməti unutdu. Yeni qiymət 12 ilə davam edəcək. C bərabərdir A-ya. Yəni A-nın qiyməti nədir? 12. C-nin qiymətini qaralayırıq. Sonra B bərabərdir C-yə. C-nin qiyməti nədir? 12. Onda B də elə 12 oldu. A, B, C son nəticə hər ikisi 12 oldu. Burada da cəmini istəyir. Yəni nəticə edəcək 36. Növbəti sual 80-cı sual. 80-cı sualda bizdən nə istəyir? Sətr. Bu tip suallarda çox vaxt səhv salırlar, çaşırlar. Nə etmək lazımdır? Səhv salmaq istəmirsənsə, hər bir mərhələni diqqətli şəkildə yerinə qoy. A ədəd tipidir, daxil olunur və B bərabər setr, yəni dırnaqda. Yəni 3, 4 və s. 2. Yəni bu sətr tipidir. Len B, len neyinirdi? Uzunluğu tapırdı. Uzunluğunu sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'i 2'yə bölündə qalıq 0'a bərabər. Yəni bu cütdür. Hə dedim deyə else-ni artıq görməyəcək. Bax, çaşdığınız hissə buradır. Gətirin. Yerinə bir-bir qoyun. B-ni yaz, kvadrat mürtəzən aç. Len B nə idi? 8. 8'i qoy yerinə. 2/2 çıx 1'i olduğu kimi yaz. 8'in içində 2'nin içi dəfə yerləşir 4 dəfə. Yəni 4 çıx 1'i olduğu kimi yaz. Olacaq B kvadrat mürtəzə 3. Yəni deyir B-nin 3-cü elementi. B-nin 3-cü elementi nədir? Nömrəliyində buradan nömrəliyirik. Yəni burada tam yazmamışam. Ona görə buranın nömrəliyim eyni şeydir. Sadəcə bu dırnaqlı olacaq. 0, 1, 2, 3. 3 nömrə nə oldu? 7 oldu. Yəni C-nin qiyməti oldu 7. Sonra gəlirəm bura. Bu artıq dırnaqda da axı biz onu B-ni sətrə çevirmişik. Burada ona görə int C yazıb. Yəni int yaz. Bura qoy 7'ni. Dırnaqda 7. Int də nəyə çevirir? Ədəd tipinə çevirəcək. Vur 2'yə. Yəni 7'ni vur 2'yə. Cavab olur 14. Növbəti qəbul tipli bir suala baxaq. A və B-nin qiymətləri sətr tipindədir. Uyğunlaşdırma istəyir bizdən. Print A üstəgəl B. Yerinə qoyaq. Print yazaq. A-nın qiyməti 7 sətr tipində.
və B-dir sətr tipi 3. İki sətrin toplanması o deməkdir ki, sətirdə nə olacaq? Yanaşı yazırıq. Print dırnaqları yeyəcək. Nəticə olacaq 73. Yəni C variantı. 1-ə C uyğun gəldi. 2-yə baxırıq. 2-də adi qaydada printin içində 7 ilə 3-ü toplayır. Yəni 10 çıxacaq. Burada oldu B variantı. Üçüncüdə yenə 2 dənə sətrin toplanmasıdır printin içində. Eləyəcək dırnaqda 23. Print dırnaqları yeyəcək və nəticə olacaq 23. Yəni Y variantı. Növbəti sual fordandır. Sualların bəziləri həddindən artıq çox asan işlənir. Sadəcə siz bu asan yolu görməyiniz üçün misalı çox-çox işləməlisiniz. Və bu misalda ki, i-nin qiymətləri 0, 1, 2, üçüncü qiyməti götürmür. Heç vaxt sonuncu yazılmışı. Və 3 dövr gedəcək. Hər dövrdə s-i 2 dəfə artırıb üstünə i-ni gələcək. i bərabər 0 qiymətində. S bərabərdir 4 vur 2, üstünə gəl 0 elədi 8. S bərabərdir növbəti dövrdə, yəni i-nin 1 qiymətində. i bərabərdir 1 olduqda S bərabər 8 vur 2 üstə gəl 1 elədi 17. i bərabər 2 qiyməti, yəni sonuncu dövrdə S bərabər 17 vur 2 üstə gəl 2, o da eləyir 34 üstə gəl 2 elədi 36. Cavab D variantı. Növbəti bir suala baxaq. While-dır. For-da əvvəlcədən dövrlərin sayı məlum olur, amma while-da biz bu şərti nə vaxt həll etsə, dövrün gövdəsini görə bilirik, bu hissəni icra edirik. Deməli, x-in qiyməti 16432-ni daxil edir. X-in qiyməti S0-dır. X-i və burada 100-ün içində 16432-nin içində 100 neçə dəfə yerləşir? 164 dəfə. Yəni sondan 2 dənə 0 vardı, 2 dənə ədədi silin. X 164 böyükdür 10-dan. Hə dediyimə görə Q bərabər Q nə işə yarır? Ədədin qalıqlarını, rəqəmlərini götürəcək tək-tək. Yəni burada birinci qiymət nə olacaq? 4. Sondan hər dəfə bir qiyməti götürəcək. S bərabər olacaq ədədin rəqəmlərini cəmləyəcək. İlkin qiymət 4 və X ədədi parçalayacaq, kiçildəcək. Eləyəcək nə? 16. Və davam edirik. 16 böyükdür 10-dan. Şərti həll edeyim. Q bərabər oldu. 16-nın 10-a qalığı elədi 6. Deyək, sondakı bir rəqəmi götürüb 1 0 olduğuna görə bir rəqəmi götürüb. S bərabər 4-ün üstünə 6 elədi 10. X də bərabər 16-nın içində 10 bir dəfə yerləşir. Baxın, bu ədədin rəqəmlərini cəmləyir. Amma nə zamana kimi? Ədəd ondan böyük olana kimi. Cavabda 10-u da verib, 11-i də verib. Siz yəni diqqət eləməsəniz cavabı 11 götürəcəksiniz. Amma burada 1 böyükdür 10 şərtini biz hə demirik. Hə demirik, axı yox deyirik. Ona görə dövrə düşə bilmir. Yəni burada 1-i toplanır, cavab olur 10. Növbəti sualda yenə for-dur, bir dövr gedir. 3-dən başlayır. K-nın qiymətləri 3, 4, 5, 6 və 7-də tamamlanır. Sonuncunu dedik götürülür. Və şərt opera. Hər dəfə şərt. K bərabər 3 qiymətini götürür birinci dövrdə. Deyir 3-ü 2-yə bölündə qalıq 0-dan fərqlidir. 3-ü 2-yə bölündə qalıq 1 eləyir. 1 də 0-dan fərqlidir. Nə vaxt mən buna hə desəm 3 varid S-in qiyməti artacaq. Birinci dövrdə 3 varid artdı, oldu S. 3. İkinci dövrdə K bərabər 4 qiymətin. 4-ü 2-yə bölünəndə qalıq 0 ilə 0 0-dan fərqlidir. Buna hə deyə bilmirəm axı. Ona görə S 3 varid artmayacaq. Yəni burada deyir ki, şərt götürdüyüm K-nın qiymətləri hansı ki tək ədəddir, onda S 3 varid artır. Yəni 4 və 6-da biz heç bir iş görməyəcək. Ancaq 5-də S 3 varid artıcı olacaq 6 və 7-də S 3 varid artıq olacaq 9. Cavab C bəndi. Növbəti sual yenə def və deflə yekunlaşdıraq. Mən növbəti videonu çəkənə görə siz bunlara baxın. İlkin olaraq sadələrini izah elədim. Özünüz bu oxşar tip misalları tapın, həll edin. Növbəti videodakı artıq biraz sizdə təkmilləşdirmiş olun özünüzü və mən digərlərini, daha çətin olanların izahını çəkib yerləşdirəcəm. Deflərə baxaq. Deflərdə ilkin olaraq burada görürəm ki, M-dir. M 4, 3 və L yazılır. Mən L-ın qiymət deyil, axı burada necə hesablaya bilərəm? Demək, ilkin olaraq 3-cü yerinə L-nı qoyub, L-nın da 7, 9, 10 qiymətləri var. Mən bunu hesablamalıyım. Yəni, defdə bu hissəyə baxmalıyım. A-da görə bax, def L. A-nın qiyməti olacaq 7, B-nin qiyməti olacaq 9 və C-nin qiyməti olacaq 10. Yazaq bura A, B, C çaşmamaq üçün.
Sonra məndən soruşur. A nədir? 7. 7 kiçikdir 10-dan. 7 ondan kiçikdir. Hə, and yazır ortada. İkinci şərtdə yoxlamalıyam. B, yəni 9 böyükdürmü? 9-dur da. Aha, 9 böyükdür 7-dən. Hə, buna hə dediyim üçün hər iki şərti hə dedim. Onda else-yə baxmam. Return eləyir C ilə B-nin cəmi. Deməli, return nədir? C ilə B-ni toplayır. C 10-dur, B də 9-dur. Elədi 19. 19-u biz də nə hesabladıq? Bax, burada hesabladıq da. Yəni, bura qaytardı 19 qiyməti. Bura qoyuram 19-u. Yəni, M-in qiymətlərində A 4 qiymətidir, A-nın qiyməti 4-dür, B-nin qiyməti 3-dür, C-nin qiyməti də 19-dur. Və bunu hesablayırıq. Və burada return bir dənədir, yəni heç bir şərt zad yoxdur. Biz bunu hesablayacağıq. C-ni, C nədir? 19. 19-u vuracağım 3-ünə, üstünə gələcəm 4-ə. 19-u vuraq 3-ə eləyəcək 57. 57-nin də üstünə nə gəlirik? 4-ü. O delir bizdə nə? 61, yekun nəticə 61, yəni bura printdə 61 çıxacaq. Yeni videolar üçün Instagram səhifəni izləməyi, follow etməyi və YouTube kanalında izləməyi unutmayın. Sağ olun.